Avropa ravinlərin noyabrın 2 və 6-sı Bakıda tədbiri olmalıydı. Buna etiraz etdik. Elə X, Y deyəsən siyasi partiyalar biz etiraz etdik buna. Ravinlərə gəldikdə isə mən bilmirəm bu doğru keçirəsi idilər, keçirməyəsi idilər, amma yaxşı ki keçirilməyəcək. Hardasa keçirilsə Bakıda keçirilməyə əlbəttə ki bu yol verilməz idi. Yəni ümumiyyətlə bu məsələ kimin ağlına gəlmişdir? Kimsə deyə bilər, yox bu siyasətdir, ravinlər, yahudi lobbisi, Azərbaycana dəstək. Ən güclü yahudi lobbisi Amerikadadır. Azərbaycana nə dəstək verir? Dünənə qədər 907-ci maddə Azərbaycana qarşı deyildi. Dünənə qədər Amerika, Avropa Birliyi Azərbaycana qarşı bəyanatlar vermirdilərmi? Qərarlar irəli sürmürlər. Bəs hardaydı bu yahudi lobbisi? Biz də bu qədər bunlarla dostluq edirik. Yahudilərlə dostluq edirik. Katoliklarla dostluq edirik. Kilsələri bir-bir tikirik, təmir edirik. Nə bilim, ortodokslarla dostluq edirik. Buddistlərlə dostluq edirik. Yəni müsəlmanlardan başqa elə hamı ilə dostluq edirik, amma ortada da bir şey yoxdur, heç kəs bizi dəstək eləmir. Qalmışdıq 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayanda Azərbaycanın üstünə elə gəldilər ki, Avropalı, Amerikalı, bəs indi qədər buraxılan pullar necə getdi? İndi də durub mən ona görə bu yahudi lobbisinin dəstəyinin ağıllarını heç kəs danışmasın. Bakıda yenə ravinlər yıxsa yenə bir erməni diasporasının qarşısında Azərbaycan aciz qalasıydı. Yenə istər Amerikan Konqresi, Senatı, qubernatorları, ştatları, Ağ evi, nə bilim, Qara evi, Göy evi, nə hansı Amerikan dövlət evləri və yaxud da yenə də orada ermənilərə münasibət Azərbaycanlılara münasibətdən daha üstün olması. Biden pis oğlandı, Biden erməni pərəsti. Trump gəldi, Trump da nə dedi? Demirdi, Artsaq erməni torpağıdır, biz Artsağı dəstəklənməliyik. İndi İlham Əliyevlə dostlaşıblar, Ərdoğanla dostlaşıblar. Bu sözlər demir, amma sabah Trump da bilmemiz yenə tapdaladı Xansa quyruğunu və yaxud da Xristiyan damarı, Yahudi damarı irəli verdi və başladı deməyə Azərbaycana qarşı və harada olacaq o bizim geniş siyasətimiz Vatikanla, Yahudi lobbisi ilə. Ona görə bu məsələləri, bu nağılları gedib Abu Vasillərə danışsınlar ki, bu nağılları bizə danışır ki, biz bu siyasətdən öz tərəfimizə Yahudi lobbisini alaq və yaxud da Vatikanı alaq. İndiyə qədər nə Yahudi lobbisi, nə Vatikan bir tərəfin dəstəyini Azərbaycan tərəfi özündə görmədi. Avropa Birliyində erməniləri uduzuruq təbliğatda, Amerikada uduzuruq, Rusiyada uduzuruq və bu qədər pullar xərclənir, bu da təbliğat hara gedir bilmirik. Ona görə bu yaxşı oldu, çünki həqiqətən də Bakıda bu olsaydı artıq Türkiyə cəmiyyətini özümüzə qarşı çıxartmışıq və bu Bakıda olsa həqiqətən bu bir rəzalət olasıydı. İsrail müsəlmanları 2 ildir qıran İsrail və açıq aydın bunu deyən ki, biz müsəlmanlara qarşı savaşmalıyıq, öz kitablarında bunu iddia edərək belə bir dövlətin ravinlərini, belə bir dinin, belə bir xalqın ravinlərini gəlib müsəlman özünü saydığı bir ölkədə yığışması, bu heç də Azərbaycanın müsəlman dünyasında yaxşı bir Azərbaycan təsir bağışlanmayası. İlk olaraq da Azərbaycan əsas iki müttəfiqi olar. Nəinki müsəlman dünyası, ümumiyyətlə dünyada 2 ən yaxın müttəfiq olan Türkiyə və Pakistanın gözündə. Türkiyə və Pakistan cəmiyyətlərin gözündə. Yəni, ola bilsin hakimiyyətlər bəlkə buna göz yumur, amma cəmiyyətlər gözü yummayacaq. Halbuki Türkiyə cəmiyyəti gözü yummur. Türkiyədə Azərbaycan qarşı artıq münasibət mənfiyə dəyişir və bizim də Türkiyə ilə münasibətlərin əsas ən güclü tərəfimiz nə idi? Biz nə deyirik? Baxın, biz həmişə onu demişik, Azərbaycanla Türkiyədə hakimiyyətlər nə olursa olsun, xalqların bir-birlərinə bağlılığı o hakimiyyətləri məcbur edir ki, bir-birlərinə bağlı olsun, dəstək versinlər. Amma artıq Türkiyədə xalq, Türkiyə xalqı, Türkiyə müsəlmanları Azərbaycanın bu İsrail sevgisini görəndə, Azərbaycandan yavaş-yavaş üst çevirəndə sabah həqiqətən də həmin biz Türkiyə xalqı tərəfindən dəstək görməsək, onda Türkiyənin hakimiyyəti özünü heç borclu da hesab eləməyəcək, Azərbaycana dəstək vermək. Və Azərbaycan nə olacaq? Meydanda tək qalacaq. Və Azərbaycanda meydanda tək qalanı nə sizin o ravinləriniz, nə sizin o Vatikanınız, heç kəs bizə kömək edən deyil. Bunu heç kəs bir balaca da olsa buna şübhə etməsin. Ona görə qutarım bu hamam suyla dostluq etməyi bizə nə ravinlərin, nə keşişlərin iclasları, tədbirləri Bakıda lazım deyil.